Bilirsiniz, qəlb rahatçılığı deyilən bir şey var da. Qəlb rahatçılığı. Bax, bunu dostum mənə göndərib 400 kilometrlikdən. Niyə görə qəlb rahatçılığı ilə oturmuşam? Çünki Allah mənə elə bir ürək, elə bir düşüncə verib ki, mən Azərbaycanın bütün Azərbaycanlı balalarına öz balam kimi baxıram. Onlar məndən yaxşı yaşamalıdırlar. Mən onların heç birinə əlimlə pul verməmişəm, heç birinə. Amma onlara elə ideyalar, düşüncələr vermişəm ki, onları sığortalamışam. Onları su düzdür. Bazı özlərinin beynində olan nədirsə, o daha üstün, qanında, genində. Mən də kasıb balasıyam da. Mənim də müəllimlərim beynimi yazıb, proqramlaşdırıb, mən onu inkişaf elətdirmişəm sadəcə. Və indi mən sevinirəm ki, vaxtıcan dəstədiyim uşaqlar məndən daha yaxşı yaşayır, elə də olmalıdır. Azərbaycan xalqının bu ilahi haqqıdır. İlahi haqqıdır ki, biz hamımız gözəl yaşayaq. Ancaq indi həyat ki, belə gətirib, məcbursan uşaqları sığortalamağa, adi məktəbli ilə 10 dəqiqə, 15 dəqiqə söhbət edirəm, görürəm əl çəkmir. O maqnitə yapışan kimi. O hiss eləyir ki, mən ona zərərini heç nə demirəm. O hiss eləyir ki, o hətta atasının, anasını qınamıram. Ata-ana başı qarışıb çörək pulu qazanmağa. Acdır uşaq, gənclər, tələbələr, məktəblilər acdılar. Onlara düzgün yol göstərmək, düzgün istiqamət. Mən zakonlu pedagogika keçmişəm, əla qiymətlər almışam. Bütün Azərbaycan gənclərinə uğurlar arzulayıram. Allah çörəyinizi, ruzunuzu kəsməsin. Bizdən yaxşı yaşayasınız inşallah.